Möhtərəm cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, mənim Mikayıl Orxan Zülfüqaroğlu, ehtiyatda olan xüsusi təyinatlı gizir 2-ci qrup Vətən Müharibəsi əlili artıq 5 ildir ki, mənim Azərbaycan Respublikası qanunları ilə əhatə olunmuş, cənab prezidentin sərəncamı ilə əhatə olunmuş haqların pozulur, Nazirlər Kabinetinin qərarına azansın haqların pozulur və mən 5 ilə yaxındır ki, hər bir predmetdə sakit dururam və indi sakit dura bilmirəm. Budur, 5 dənə qovluq, içində hər bir işin və hər bir iş mənim qanımın haqqıdır. Burada gedir kəşfiyyat və kəşfiyyat fəaliyyət subyektlərinin, hərbi qulluqçuların həyat və sağlamlığı üçün sığorta, kəşfiyyat və kəşfiyyat fəaliyyət subyektləri, hərbi qulluqçu 50% əlavə, mənə verilən evin kvadrat metri yanlışdır, Nazirlər Kabinetinin qərarına uyğun deyil. Əmrim düzgün qaydada, məni düzgün qaydada təxris eləməyiblər, ləğv olunmuş ştatdan təxris olunublar. Bunu cənab General Polkovnik Hikmət Mirzəyev bu barədə öz tədbirini görüb sağ olsun. Bir də mənim birinci dərəcəli qohumum, indi onu demirəm, hərbisə komandiri ona qarşı çox böyük haqsızlıq eləyib. Bir də o. Bunları bir-bir sizə açıqlayacağım və mən artıq yorulmuşam. 5 ildir ki, mən travma alıram. 5 ildir mən travma alıram. Onsuz döyüşlərdə mən bir dəfə güllə yarası almışam, dəfələrlə travma yarası almışam. Amma 5 ildir inzibati orqanlar, Müdafiə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun tərkibində olan Dövlət Sosial Xidmətlər Agentliyi, bir də hərbi hissə mənə olmayan travmalar vurdu. Xahiş edirəm, bu barədə mənə köməklik göstərin, öz dəstəyinizi göstərin. Mən sizə buradan müraciət edirəm, sizin inandığınız şəxs mən çağırsın yanına və müraciətlərimi dinləsin. Əgər orada mənim istəklərim Azərbaycan Respublikasının qanunlarından kənar olsa, şəxsən mən bunların hamısını geri götürəcəm. Diqqətiniz üçün sağ olun, minnətdarım.